بسم الله الرحمن الرحیم. الحمد لله. السلام علی رسول الله. امین الله علی وحیه و عزائم امره. الخاتم لما سبق والفاتح لما استقبل والمهيمن على ذلك كله. السلام على وصيه امير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين. السلام على الحسن والحسين والأئمة التسعة المعصومين من أولاد الحسين. السلام عليهم ورحمة الله واللعن الدائم على أعدائهم أعداء الله إلى يوم لقاء الله. أعوذ بالله من الشيطان الرجيم. وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا. Bu məclis Həzrəti Fatimə Zəhra Salamullah əleyhanın mübarək və müqəddəs adı ilə bağlı təşkil olub. Əziz İslam Peyğəmbərimizin məsum və məsumə qızının rəhlət və şəhadətinin ildönüm münasibəti ilə İslam Peyğəmbərin özün və onun fəzilətin sevən insanlar çox ədəblə, mərifətlə, əli dəstəmazlı, ağzı dualı, müqəddəs məkanlarda üzü qibliyə oturub Peyğəmbər ilə bu əzadə birgəh iştirak eləyir və ümid edirəm bu mübarək vücudun şərafətinə xatir Allah bizə bu xanımın nuraniyyətindən və mərifətindən, lütfündən və inayətindən pay verər. Bəqərə surəsində 143-cü ayəni oxudum. Buyurur və kəzalikə cealnakum ümmətən vəsəta. İslam Peyğəmbərinin ümmətinə xitab edir. Allah buyurur, mən sizi
ümmət-i vəsət təyin etdim. Ümmət-i vəsət nədir? Ümmətən vəsəta. Ümmət-i vəsət, yəni ki, etidal halda, nə çox tünd, nə də çox künd, nə həddən çox, nə həddən az, nə ifrat, nə də təfrid. Buna deyərlər ümmət-i vəsət. لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ تا siz bütün dünyaya nümunə olasınız, şahid olasınız. Və yəkunər rəsulu əleykum şəhida. Və İslam Peyğəmbəri də sizə şahid ola və nümunə ola. İslam Peyğəmbəri sizə nümunədir və siz də bütün insanlara ələn-nas, yəni bütün insanlara nümunə olasınız. O insanlar ki nümunədir, həmişə şahidi onların içərisindən seçərlər. Və İslam Peyğəmbərinin də bütün ümmətə şahid olmağının mənası onun bizə örnək olmağıdır. Peyğəmbər bizə örnəkdir. Biz ondan örnək götürürük. Və İslam ümməti də bütün insanlara Əhzab surəsinin 21-ci ayəsində bu mətləbi daha çox aydın surətdə bəyan edir. Buyurur: لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Resulullah, yani İslam Peyğəmbəri siz üçün, siz insanlar üçün usvetun hasene, güzel nümunə və örnəkdir. Amma kim ondan örnək götürür? Limən kânə yercullah. O insanlar ki Allaha ümid bağlayırlar. Vəl yevməl axir və qiyamət gününü qəbul edirlər, iman gətirirlər. Və zəkərəllahə kəsira və Allahı zikr edirlər, ibadət edirlər. Bu insanlar Peyğəmbərdən örnək götürürlər. Nə olsun ki Allah onu nümunə təyin edib? Əsas budur ki insanlar ondan nümunə kimin istifadə edələr? Buyurur, onu hamı eləməyəcək. O insanlar ki Allaha iman götürür və qiyaməti qəbul edirlər və Allaha ibadət edirlər, zikr edirlər, bu insanlar onu qəbul edirlər, Peyğəmbəri, və Peyğəmbərin bütün sözləri, söhbətləri, hərəkətləri bu insanlara nümunədir və bunlar ondan örnək götürürlər. Hər bir ictimai düzəltmək üçün bütün dünyada belədir. Ona nümunə təqdim edirlər ki, hər bir sahədə insanların nümunəsi olsun. Ondan bir ülgü kimin örnək alsınlar. Çünki insanlar
sevdiği insanlardan çox təsir alırlar, nə ki başqasından. Göz ki görür, onun təsiri daha çoxdur, nəinki qulağın eşitməyi. İnsanlar əsasən, fitrətən, qeyri-iradi olaraq qəhrəmanpərəstdirlər. Hər insan dünyada qəhrəmanı sevir. Hətta uşaqlar da öz hərəkətlərin, sevdici qəhrəmanların hərəkətləri ilə uyğunlaşdırırlar. Çün insanların xilqətində, onların xəmirlərində bu qoyulub. Bu əsasa görə Allah insanlara həm kitab göndərir, həm də o kitabın əhkamının içərisində nümunə olaraq insan təqdim eləyir. Buyurur, bu kitab tərbiyyət eləyəcək sizi. Nümunəsi də budur. Nümunəsi də budur. Gedirsən paltar almağa. Kostyum alırsan özüə. Palto satanları görübsən, paltun almağa gedibsən. Görürsən bir heykəli qoyubara, ona bir paltun geydirib. Yəni ki, sən də geysən, sənə bax bu cür qalacaq. Bir nəfər getmişdi paltun almağa. Deyir, baxır, deyir, bu neçəyə? O da deyir, məsələn, $100. Deyir, yox, almıram. Deyir, niyə almırsan? Deyir, çünki buna yaraşmır. Mən də geysəm o cür olacağım. Ona yaraşmır axı. O nümunə göstərir. Allah Qur'anı göndərir, insanlara buyurur, bax belə olun. Ayələri deyir, qanunları deyir, mənəvi sahədə, maddi sahələrdə, ictimai məsələlərin, fərdi məsələlərin hamısını bir-bir deyir. Sonra deyir, əgər siz Qur'ana əməl eləsöz, olacaqsınız mükəmməl insan. Nümunəsi də budur ki, göstərirəm sizə. Peyğəmbəri onun üçün göstərir. Ona görə də deyirlər, Peyğəmbər də Qur'andır. Allah nazil edən kitab da Qur'andır. İkisi də Qur'an diyorların. Lakin Allah nazil edən kitab samit və məktub Qur'andır. Samit yəni sakit, danışmır. 50 il qoyasan o Qur'an qal orada bir kəlmə səndən danışmaz. Qur'andır, amma sakitdir. Məktubdur, yazılıdır. İslam Peyğəmbəri Qur'andır, lakin natiq və mücəssəm. Natiq nədir? Yəni danışan. Mücəssəm nədir? Yəni Ayşə xanımın söhbəti. Səd ibn Hüşam deyir, mən gəldim soruşdum. Ayşədən soruşdum, dedim, Peyğəmbərin barəsində mənə nə deyə bilərsən? Onun əxlaqı barədə, onun hərəkətləri barədə. Deyir, bir cümlə dedi. Dedi, Kanə xulqu Rəsulillah əl-Qur'an. Peyğəmbərin əxlaqı, yəni Qur'an. İnnəmə əddəbəhullah Teala bil-Qur'an. Allah onu Qur'anın vasitəsilə ədəb eləyib, tərbiyyət eləyib. Qur'anın ayələrin oxu, elə bil Peyğəmbəri görürsən. Peyğəmbərin hərəkətlərinə bax, elə bil Qur'anın ayələrin oxuyursan. Qur'an deyir, namaz qıl, Peyğəmbər namaz qılır. Deyir, vaxtı olacağın namaz qıl, əvvəli vaxt, Peyğəmbər əvvəli vaxt namaz qılır. Əxlaqın belə olsun, Peyğəmbərin əxlaqı o cürdür.
Uşaqlarla belə ol, Peyğəmbər uşaqlarla o cürdür. Ailə ilə belə ol, Peyğəmbər ailə ilə o cürdür. Dostla belə ol, ruhamau beynəhum, mehriban, Peyğəmbər dostla o cürdür. Əşiddau aləl kuffar, kafirlərlə kəskin, Peyğəmbər o cürdür. Quranın ayələrinin hamısı Peyğəmbərin vücudunda görsənir. Ona deyərlər ülci, ona deyərlər nümunə. Özü belədir. Bizim 12-ci imamımız bir mübarək hədisdə, başqa hədislər də var, çox hədislər var. Mən bu nurani kəlamı istəyirəm, məclisimiz ətirlənsin Həzrətin bu cümləsi ilə. Həzrət buyurur ki, və fi ibnəti Rəsulillah li usvətun həsənə. Peyğəmbərin qızı Fatimə-i Zəhra salamullah əleyha da Həzrət buyurur, mənə nümunə və örnəkdir. Bütün peyğəmbərlərin hamısını Allah Fatimə-i Zəhranın adın dedirdib, ondan sonra nübüvvəti ona verib. Hədislər belə deyir bizə. İmam Əskəri əleyhissalam buyurur, Allah bizi bütün insanlara hüccət qərar verib. Lakin nənəm Fatiməni də bizim üçün hüccət qərar verib. Onun da bütün hərəkətləri, onun da bütün danışıqları, onun ağlamağı, onun gülməyi, onun yeməyi, onun yeməməyi, onun ibadəti, onun atası ilə münasibəti, onun öz yoldaşı ilə münasibəti, onun tərbiyə verdiyi uşaqlar, onun necə tərbiyə verməyi, onların hamısı bir-bir bizə nümunədir. Bütün insanlar xüsusilə İslam dünyasının qadınları üçün xanım Fatimə Zəhra nümunə və örnəkdir. Nümunəni başqa yerdə axtarma. Nümunə evin içindədir. Hara gedirsən? Nümunə evin içindədir. Əgər İslam və müsəlmançılığı qəbul eləmişəmsə, mən bu ailəyə qoşulmuşamsa, müsəlman ailəsinə, İslam ailəsinə əgər qoşulmuşam, bu ailənin içərisində mənim örnək götürdüyüm nümunə insan bu ailənin içərisindədir. Heç yerə getmək lazımdır. Xanım Fatimə Zəhranın bütün sözləri, söhbətləri, hərəkətləri biz insanlara, xüsusilə xanımlara, qadınlara nümunədir. Bu mənim söhbətimin müqəddiməsi. Bu gecə bir neçə dəqiqə vaxtımdan qalır. Bir neçə dəqiqə bu gecə, inşallah qalanın da gələn gecələrdə, sabahki bir günkü məclisimizdə danışarıq. Bir nəfər ravidi Hərəvi adında. O mərhum Hüseyn ibn Ruh, Hüseyn ibn Ruh'dan sual soruşur. Hüseyn ibn Ruh kimdir? Kim bilir? İmam Zaman ağanın neçənci naibi? 4 dənə naibi var idi. Üçüncü naibi.
İmam Zaman ağa qayib olanda 4 dənə naib təyin elədi, ardıcı. Osman ibn Said rəhmətullah aleyh, Muhammed ibn Osman rəhmətullah aleyh, Hüseyin ibn Ruh rəhmətullah aleyh, 3-cü Ali ibn Muhammed Seymuri Samuri rəhmətullah aleyh. Bu 4 nəfər Həzrətin təyin etdiyi naiblər idi. Onun 3-cüsündən Heravi adında bir ravi sual soruşur. Deyir ki, İslam Peyğəmbərinin neçə dənə qızı var idi? O deyir ki, 4 dənə. Dedi, bu 4 dənə qızın içərisində hansı ən çox şərafətli və üstün sayılır? Dedi ki, aydındır, Fatimə. Dedi, nə üçün? Halbuki Fatimə hamısından xırdacadır, hamısından kiçik Fatimədir. Nə üçün bu hamısından üstündür? Qal li xisləteyn xəssəhallahu bihima. 2 xislətə görə, 2 səbəb və sübuta görə Fatimə Peyğəmbərin bütün qızlarından üstün sayılır. 2 xislətə görə. Birincisi budur ki, və nəslu Rəsulillah minha. Peyğəmbərin nəsli bu qızdandır. Ona görə bu qız üstündür. Bu biri. Amma o ki ayə oxumuşuq, ikincisi o barədədir. Buyurur, ənəha vərrəsət Rəsuləllah. Çünki o Peyğəmbərdən irs aparıb. Nəyi? Peyğəmbərin malı uşaqlarının hamısınınkidir. Birinə çox verəsən, birinə az verəsən haramdır. Bu mümkündür. O birisilər də irs aparır. O ki Peyğəmbərdən bu irs aparıb, Peyğəmbərin əxlağın irs aparıb. Peyğəmbərin əxlağı bundadır. Və ləm yəxussəha bizalikə illa bifəzli ixlasin. Fatimənin fəziləti onun ixlasına və niyyətinə görədir ki, Allah bu şərafəti ona verib. Peyğəmbərə dedilər, ya Rəsuləllah, səni biz görürük. Fatimə ilə münasibətin tamamilə başqa cürədir. O birisi qızların kimində bu? Fatimə ilə münasibətin sənin istisnai bir haldır. Amma o birisilərə bu cür sən məhəbbət eləmirsən. Həzrət buyurdu ki, onun illətin səbəbin bilmirsən. Əgər bilmirsən, çünki Fatiməni tanımırsan. Əgər Fatiməni tanısaydın, bu sualı mənə verməzdin. Fatimənin xislətləri budur. Heç bir iş görmədi Fatimə ki, Allahın o işdə rizayəti olmasın. Heç vaxt bir dənə iş görmədi ki, o işi Allah bəyənməsin. Bu bir. Həzrət buyurur bunları. İkincisi budur ki, mən ki nə qədər çalışmışdım, zəhmət çəkmişdim, sərmayə qoymuşdum, Fatimə bəhər verir, səmər verir. Qoymur mənim sərmayəm bassın, mənim zəhmətim, əməyim zay olsun. Bu 2. Üçüncüsü budur ki, mənim dinimin qalmağının rəmzi Fatimədir. Üçüncüsü budur ki, mən yaratdığım, qurduğum İslam təşkilatının davamının səbəbi Fatimədir. Əgər bir insan belə olsa,
onda peyğəmbərdən sonra demək olar bu insan bütün insanlara nümunədir. Peyğəmbər belə buyurur. Ondan sonra deyir peyğəmbər Fatiməni çağırdı, Fatimənin mübarək başından öpdü. İnnən nəbi qəbbələ rə'sə Fatimə və qalə fədaki əbuki. Dedi, ya Fatimə, sənin aton sənə qurban olsun. Peyğəmbər heç kimə bu söhbəti deməyir. Ona görə də Fatimənin şərafəti bütün insanların içərisində nümunə bir insandır. Allah onu nümunə təyin edir. Peyğəmbər buyurur Fatimə hura insiyyə. İnsan surətində Allahın mərhəmətidir bu. Elə bil ki, huridir. Kulləmə iştəqtu iləl cənnə qəbbəltuha. Hər vaxt ürəyim cənnətə darıxanda mən Fatiməni öpürəm. Ürəyim cənnətə darıxanda mən Fatiməni öpürəm. İzəştəqtu iləl cənnə qəbbəltu nəhrə Fatimə. Hər vaxt ürəyim cənnətə şövq eləyir, darıxır, Fatimənin boğazından öpürəm. Onun boğazından öpəndə elə bil ki, mən cənnətə girirəm. Bu Peyğəmbərin söhbətidir. Buyurdu, mən ərəfə hazihi fəqəd ərəfəha. Ay cəmaat, bu Fatimədir. Kim tanıyır, yaxşı tanıyır. Və mən ləm ya'rifha fəhiyyə bəz'ətun minni. Kim tanımır, qoy mən deyim, tanısın. O mənim ürəyimin parasıdır. Hiyə qəlbi, o mənim ürəyimdir. Və ruhi, o mənim ruhimdir. Ondan sonra gəlir buyurur, fəmən azaha fəqəd azani. Kim buna əziyyət eləsə, elə bil məni əziyyət eləyib. Və mən azani fəqəd azəllah. Kim mənə əziyyət eləsə, elə bil Allahı əziyyət eləyib. Ya Fatimə qızına deyir, İnnəlləhə yəğzibu li qəzəbiki. Sən qəzəblənəndə Allah qəzəblənir. Və yərza li rizaki. Hər bir işdə sənin rizayətin var, Allahın da rizayəti var. Ondan sonra buyurur bir hədisdə. Buyurur, لَوْ كَانَ الْحُسْنُ شَخْصًا. Eşidibsən bunu? Deyir, Peyğəmbər buyurur, لَوْ كَانَ الْحُسْنُ شَخْصًا. Əgər dünyada gözəlliklərin hamısı bir insan olsaydı, لَكَانَ Fatimə, o insan Fatimədir. Ondan sonra buyurur ki, bəl hiyə əzəm. Gözəlliklərin hamısından da bu böyükdür. Bu onların hamısından gözəldir. İnnəlləhə cəalə əliyyən və zəvcəhu və əbnaəhu. Allah Əlini, Fatiməni və onun balalarının bütün insanlara hüccət qərar verib. Hər kəs bunların vasitəsilə hidayət olub, düzgün yola hidayət olub. Peyğəmbərin sözüdür. Mən vaxt az olduğuna görə ərəbləri oxumuram. Hər kəs bunların vasitəsilə. Fəmən ehdabihim. Hər kəs bunların vasitəsilə hidayət olub, onda o müstəqim. O ki, Quranda oxuyuruq, Surə-i Həmdidə, namazda, ehdinəs sıratəl müstəqim. İlahi, məni düzgün yola hidayət elə. Peyğəmbər buyurur, kim bunların vasitəsilə hidayət olub,
o müstəqim yola hidayət olub. Əgər bunların yolu ilə hidayət olmayıb, o hələ yoldadır. O hələ müstəqim yoldadır. Bu, xanım Fatimə Zəhranın bir neçə cümlə Peyğəmbərin söhbətlərində onun fəziləti. Əsas söhbətimiz onun nümunə olmağıdır. Sabah gecədən xanım Fatimə Zəhranın Peyğəmbərin və Əli əleyhissalamın bir-biri ilə münasibətləri barədə söhbət edərik inşallah. O illərdə mən söhbətdən sonra ürəyim istəyirdi bir iki dənə dua eləyək. Siz də amin deyin, məclisimizi möhtərəm qonaqlarımız davam etdirəcəklər. Allahümmə salli alə Muhammedin və ali Muhammed. İlahi, əllərimizi naumid qaytarma. Amin. İlahi, amin deyən dilləri lal öldürmə. Amin. İlahi, aqibətimizi, axirətimizi xətmi bixeyr elə. Amin. İlahi, günahlarımıza qələmi əfv çək. Amin. Ölənlərimizi qəriq rəhmət elə. İlahi, xəstələrimizə şəfa kəramət elə. Hacəti olanların hacətin rəva elə. Dünya və axirət əhl-i beytin ziyarətindən, şəfaətindən bizi binəsib eləmə. Pərverdigara İslam və müsəlmanlara xidmət eləyənləri mənsur elə. Xiyanət eləyənlərə lənət elə. Pərverdigara qəbrimizin əvvəl gecəsi nur vilayət əmirul müminindən bizi ayırma. Xalis olan salamlarımızı imam zamanımıza çatdır cinan. Mübarək olan qəlbin bizdən razı elə. Həzrətin zuhurində təcil elə. Ve hakkı Muhammedin ve alihi tahirin dualarımızın kabul olmağına hatir nurani salavat edin.